Bu aləmin təkamülü, populyasiya növ. Bu bölmədə 4-cü fəsildə biz populyasiya növ haqqında məlumat verəcəm. Ümumiyyətcə populyasiya nədir? Növ nədir? Növ bilirik ki, hər hansı bir fərdlərin özünə məxsus növü var. Yəni yer üzərində bitki növü olsun, yüzlərlə heyvanlar növü olsun, bakteriya növü olsun, müxtəlif növlər var. Ən çox yer üzərində də növ müxtəlifliyinə malik olan aləm heyvanlar aləmidir. Bəs növ özü nədir? Növlər bilirik ki, morfoloji, hər bir növ özünün morfoloji, fizioloji, biokimyəvi xüsusiyyətlərinə görə bir-birinə oxşar olan fərdlər cəmidir. Yəni hər bir, məsəl üçün insan növü olaq, yer üzərində bilirik ki, yalnız bir insan növü yaşayır, amma say olaraq milyonlarladır. Və hər bir insan da müxtəlif mühitlərdə yaşamasından asılı olmayaraq onlarda morfoloji, fizioloji, biokimyəvi xüsusiyyətlərinə görə bir-birinə oxşar fərdlər cəmidir. Düzdür, insanlarda məsəl üçün fenotipcə insanlar bir-birindən fərqlənir. Xarici görünüşünə görə, rənginə görə, saçının rənginə görə, gözünün rənginə görə fərqlənə bilər. Lakin onlar daxili cəhətdən onlarda olan morfoloji, fizioloji, biokimyəvi xüsusiyyətlər hamısı eynidir. Yəni bu fərdlər cəmi nə adlanır? Növ adlanır. Ümumiyyətcə onlar təbiətdə növlər təbiətdə müəyyən bir sahə tutur. Sahə sözünün mənası areal deməkdir ki, müəyyən areal və yaxud da sahəni tutaraq, sərpəz-sərpazlaşaraq döllü nəsil verir. Yəni bunu yenə insan üzərində misal göstərəcəm. Hər hansı bir Azərbaycanlı ailəsi, hər hansı bir Azərbaycanlı evladı xarici bir vətəndaşla da evləndikdə dünyaya evlad gəlir. Yəni döllü nəsil olur. Yəni hər hansı eyni növə aid olan məxsus fərdlər bir-biri ilə çarpazlaşır, döllü nəsil əmələ gəlir. Və hər bir növün özünə məxsus xüsusiyyətləri vardır ki, yəni digər növlərdən də bu xüsusiyyətlər fərqlənir. Və bu xüsusiyyətləri fərqləndirən, bir növü digər növlərdən fərqləndirən xüsusiyyətlər, kriterilər və yaxud da meyarlar adlanır. Məsəl üçün, bu çalışmaya baxmaq istəyərəm. Bu çalışmada paxla bitkisi göstərilir, paxlalar fəsiləsinin nümayəndəsi, digəri isə mürəkkəbçəklər fəsiləsinin nümayəndəsi olan günəbaxandır. Hər ikisinin şəkilə baxsaq, kök sistemi mil kök sistemidir. Yarpaqları günəbaxanda sayda quruluşludur, lakin paxlada üçər mürəkkəb yarpaqdır. Paxlanın meyvə tipi paxla meyvə adlanır. Bu isə paxla meyvədir. Lakin günəbaxanda toxumca meyvədir. Çiçək qrupu günəbaxanda bilirik səbət-çiçək qrupudur mürəkkəb çiçəklərdə. Lakin paxlada isə başçıq çiçək qrupuna malikdir. Yəni müxtəlif növlərdir. Müxtəlif fəsillərin nümayəndələri olan müxtəlif növlərə aiddir. İndi bax, bu növləri bir-birindən fərqləndirən əlamətlər hansılardır? Bu növləri bir-birindən xarici görünüşünə görə, xarici həm də daxili quruluşuna görə fərqlənən var. Bunlar morfoloji kriteriyadır. Yəni növləri müxtəlif kriteriyalarla müəyyən olunur. Yəni mütləq şəkildə bir kriterini götürüb biz həmin növü müəyyən edə bilmərik. Bütün kriteriyalar müəyyən etmək lazımdır. Məsəl üçün morfoloji kriteri, genetik kriteri, coğrafi, fizioloji, ekoloji və biokimyəvi kriteri. Morfoloji kriter xarici və daxili quruluşuna görə fərqlərlə müəyyən olunur ki, lakin bəzi bitkilər var ki, məsəl üçün qarağat növləri var ki, qarağatın qırmızı qarağat var və qara qarağat var. Onlar müxtəlif növlərdir. Amma cins olaraq qarağat cinsidir. Lakin onlar növlərin, meyvələrin rənginə görə, çiçək qrupunun yerləşməsinə görə bir-birindən fərqlənən növlərdir. Morfoloji kriter də yəni çox əlverişli və asan olduğu üçün uzun müddət ondan xarici görünüşünə görə istifadə edilir. Lakin bu da etibarlı ola bilmir. Niyə etibarlı ola bilmir? Məsəl üçün əkiz növlər vardır ki, xarici görünüşünə görə bir-birinə oxşayır. Lakin onların xromosom yığımı fərqlidir. Məsəl üçün, biz misal göstərə bilərik ki, bunlarda siçovulları misal göstərə bilərik ki, onlar xarici görünüşünə görə qara siçovulun hər ikisi qara rəngdədir. Xarici görünüşünə görə bir-birindən fərqlənmir. Lakin baxdıqda görürük ki, onların genetik kriteriya tərəfdən baxdıqda görürük ki, xromosom yığımı fərqlidir. Birində xromosom yığımı 38-dir karyotipi, digərində isə 42 xromosom yığımı vardır. Deməli, morfoloji kriteriyadan da biz növü mütləq şəkildə müəyyən etmək mümkün olmur. Genetik kriteri ən vacib olan kriteriyalardan biridir ki, hər bir növün özünə məxsus xromosom yığımı var. Yəni
yer üzərində yaşayan milyonlarla insanlar bir növdə hamımızda xromosom yığımı 46-ya bərabərdir. Lakin təbii ki, bəzən olur ki, bu xromosom yığımı bəzi insanlarda, sağlam insanda 46 olduğu kimi, məsəl üçün xəstə insanlarda Down sindromunda 47 olur, Şersevski-Trener sindromunda 45-ə bərabərdir, Klamferter sindromunda 47-yə bərabərdir. Yəni artıq bu hər hansı bir xəstəliklərlə əlaqədar olaraq karyotipdə xromosom yığımı fərqli olur. Məsəl üçün hər hansı Down sindromunun da, lakin biz xarici görünüşünə də baxdıqda, onun morfoloji xüsusiyyətlərinə də baxdıqda, həm karyotipinə baxdıqda təbii ki, onun normal sağlam insandan fərqli olduğunu görə bilirik. Məsəl üçün, burada paxla bitkiləri yazıb ki, paxla bitkilərin əksəriyyətində xromosom yığımı məhz 22-yə bərabərdir. Xromosom yığımının əksər növləri 22-dir. Lakin onların xarici görünüşünə görə, paxladan yonca xarici görünüşünə görə, morfoloji xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Digər kriterimiz, ən vacib kriterlərdən biri də fizioloji kriteridir ki, ümumiyyətlə biz bilirik ki, hər bir canlının həyati xüsusiyyətləri var. Onların həyati xüsusiyyətlərindən maddələr mübadiləsi olsun, çoxalması olsun. Ən vacib olan xüsusiyyətlərdən biri də çoxalmada. Müəyyən fizioloji fərqlər vardır. Hər bir növ arasında fizioloji tədric olduğuna görə bir növ digər növlə çarpazlaşmır və çarpazlaşarsa da döllü nəsil əmələ gəlmir, dölsüz olur. Məsəl üçün, lakin təbiətdə bəzən ayrı-ayrı növlərə mənsub olan fərdlər bir-biri ilə çarpazlaşaraq döllü nəsil verir ki, bu kriteri də mütləq olmur. Nə deməkdir? Məsəl üçün, sarı bülbül və ala cöhrə, qovaq və söyüdün bəzi növləri. Bunu bəzən şagirdlər səhv salır. Məsəl üçün, sarı bülbüllə elə bilirlər ki, ala cəhrənin çarpazlaşmasıdır. Xeyr, sarı bülbül də quşdur, ala cəhrə də quşdur. Lakin sarı bülbülün bəzi növləri bir-biri ilə çarpazlaşdıqda döllü nəsil əmələ gəlir. Ala cəhrə cinsi var, quşun, ala cəhrə cinsi. Onun bir çox növləri bir-biri ilə çarpazlaşdıqda döllü nəsil əmələ gətirir. Qovaq və söyüdün deməli bəzi növləri bir-biri ilə çarpazlaşdıqda döllü nəsil verir. Müxtəlif növdür, amma buna baxmayaraq bəzən bir çarpazlaşdıqda döllü nəsil verir. Amma normalda bir növlə başqa bir ya digər növ çarpazlaşdıqda dölsüz nəsil alınır. Digər kriteri coğrafi kriteridir ki, hər bir növün müəyyən coğrafi ərazidə yaşaması, coğrafi areal tutmasıdır. Areal onun sahəsi deməkdir. Məsəl üçün, amma biz təbiətdə elə bir canlılara rast gəlirik ki, məsəl üçün, dam sərçəsi olsun, boz siçovul olsun, hər yerdə yayılmışdır. Hər yerdə istənilən bir coğrafi kriter, istənilən bir coğrafi ərazidə rast gəlinir ki, bunlar kosmopolit növlər adlanır. Həmin növlərin isə dəqiq yayılma sərhədi olmadığı üçün bu kriteridə ayrılıqda özünü doğrultmur. Lakin bəzi növlər var ki, məsəl üçün, onların daima yayıldığı bir ərazi var. Məsəl üçün, kengurunu götürək. Kenguru Avstraliya ərazisində əsasən geniş yayılmışdır və yaxud da qütb ayısı olsun, şimal buzlu okeanların sahələrində daha geniş yayılmışdır. Belə bu fərqlər var ki, hər bir növün müəyyən coğrafi ərazidə yaşaması vardır. Digər kriterimiz ekoloji kriteridir ki, ekoloji kriter də növün müəyyən ekoloji mühit şəraitinə yaşamasına əsaslanır. Yəni, hər bir növ müxtəlif mühit şəraitinə uyğunlaşmışdır. Məsəl üçün, adi bitkilərdən götürək. Bəzi bitkilər var ki, kölgəli mühitdə yaşayır, bəzi bitkilər işıq sevən bitkilərdir. Yəni, eyni sahədə də yaşasalar, amma ekoloji mühiti fərqli seçirlər. Məsəl üçün, burada əsasən bizə testlərə düşən dalaycı qaymaq çiçəyidir, yandırıcı qaymaq çiçəyi və sürünən qaymaq çiçəyidir ki, bunlar qaymaq çiçəyi cinsinin, bax, qaymaq çiçəyi cinsdir. Amma dalaycı qaymaq çiçəyi artıq növdür. Biz bilirik ki, növ iki adla adlandırılır, düzdürmü? Məsəl üçün, soruşula bilər, dalaycı qaymaq çiçəyi harada yayılmışdır? Çəmən və tarlalarda. Sürünən qaymaq çiçəyi çay və nohurların kənarında. Amma yandırıcı qaymaq çiçəyi bataqlıqda bitir. Diqqətli olaq, yenə təkrar deyirəm, yandırıcı qaymaq çiçəyi bataqlıqlarda bitir. Dalaycı qaymaq çiçəyi çəmən və tarlalarda, sürünən qaymaq çiçəyi və çay və nohurlarda. Bəzən də belə suallar ola bilər, qarşınıza çıxa bilər ki, həmən bu qaymaq çiçəyinin növlərindən hansının suya daha çox tələbatı olur? Yəni, bu testlərdə rastınıza hələ ki gəlməyib, ola bilər, məsəl üçün, hansının suya daha çox tələbatı olar? Təbii ki, bataqlıqda bitənin. Bataqlıqda hansı bitirdi? Yandırıcı qaymaq çiçəyinin suya tələbatı daha çox olardı. Lakin bəzi bilirik ki,
bitkilərdən bəzi alaqotlar olsun, bəzi ev heyvanları olsun, bəzi milçəklər olsun, kitabımızda verdiyi kimi tarakanlar olsun. Onlar nə edir? İnsanlarla birgə yaşayırlar ki, onlar daimi bu səbəbdən müxtəlif ekoloji mühitdə yaşamağa uyğunlaşmışlar. Ona görə də ekoloji kriter də bəzən mütləq olmur. Digər ən vacib kriterlərdən biri biokimyəvi kriteridir ki, növlərdən olan biokimyəvi kriteri zulal və nüklein turşularının tərkibi, quruluşuna görə fərqləndirməyə imkan verir. Lakin bu biokimyəvi kriteri məsəl üçün daha geniş yayılmamışdır. Çünki onu tətbiq etmək daha uzun müddət vaxt tələb edir. Çox əziyyətli bir kriteri növüdür. Ümumiyyətlə bu dediklərimizdən belə bir nəticəyə çıxırıq ki, bir növü müəyyən etmək üçün bütün kriterilərdən istifadə etmək lazımdır. Yəni heç bir kriteri ayrı-ayrılıqda növün təyini üçün kifayət deyil. Ona görə də növü müəyyənləşdirmək üçün bütün kriterilərin, meyarların cəmindən istifadə etmək lazımdır. Lakin burada bir istisna deyim ki, məsəl üçün Karl Linnek alimimiz deyəcək təkamül təlimdə Linnek yalnız canlıları morfoloji kriterinə uyğun, yalnız onların morfoloji xarici görünüşünə görə növləri bir yerdə birləşdirmişdir. Xarici görünüşü bir-birinə oxşar, lakin müxtəlif olan canlıları bir növdə birləşdirilmişdir və bu da doğru sistematika yaranmamışdır. Yanlış sistematika idi. Ona görə bir sistematikanı yaradarkən bitkini, hər hansı bitki olsun, hər hansı bir heyvan növünü müəyyən edərkən müxtəlif kriteriləri nəzərə almaq lazımdır. Burada çalışmalara baxaq. Fizioloji kriteri nədir? Fizioloji kriter həyati fəaliyyəti proseslərində oxşarlıq, xüsusilə çoxalma, zulal və nüklein turşularının tərkibi və quruluşu biokimyəvidir. Müəyyən ərazidə yayılması coğrafi kriteridir. Xarici görünüşünə görə morfoloji kriteridir. Xromosom yığımına görə genetik kriteridir. Müəyyən mühit şəraitində yaşaması isə mühit şəraiti varsa ekoloji kriteri misal göstərə bilərik. Məsəl üçün, kələm hüceyrələrinin nüvəsində 18 xromosom var. Bu nəyi müəyyən etdi? Genetik kriteri. Adi şam işıq sevən bitkidir, ekolojidir. Qışı sükunət zamanı qonur ayının maddələr mübadiləsi zəifləyir. Maddələr mübadiləsi zəifləyirsə həyati fəaliyyəti fizioloji kriteridir. Ağacqayının yarpaqları saydədir, damarlanması torvaridir, xarici görünüşünə baxaraq dedik, bunu morfolojidir. İnsandan qanında qlükozanın miqdarı, bax bunu yadınızda da saxlayın, 80-120 mg-dırsa bu artıq 5-ə nəyi deyə bilərik? Biokimyəvi kriteridir, bəli. Ağ ayı Arktik zonada yaşayır. Bu ağ ayı Arktik zonada yaşayır, coğrafi kriteridir. Yenə deyirəm, hər bir növün özünə məxsus bir coğrafiyası var ki, məsəl üçün ağ ayı yalnız Arktik zonada yaşayır. Ağ ayını gətirib digər bir coğrafi yerə yəni gətirsək, orada onun yaşaması çətin olar. Ona görə o Arktik zonada yaşamağa uyğunlaşmışdır. Şimpanzenin hüceyrələrində 48 xromosom var, genetikdir. Aptik birəotunun çiçək qrupu səbətdir, dilcik şəkildə çiçəkləri ağ rəngdədir. Aptik birəotu mürəkkəb çiçəklər fəsləsinə aiddir, günə baxanda aptik birəotudur. Bu isə nədir? Xarici görünüşünə baxaraq dedik, morfoloji kriteridir. Soğulcanın qan damar sistemi qapalıdır. Buna nəyi deyə bilir? Yenə morfolojidir, qapalıdır. Əgər soğulcanın qan damar sistemində olan fizioloji xüsusiyyətləri desəydi, bu fizioloji olardı. Sadəcə deyir ki, qapalıdırsa morfolojidir. Biz də əvvəldən də bilirdik ki, morfologiya nə idi? Həm orqanizmin xarici quruluşunu, həm daxili quruluşunu öyrənən elm morfologiya idi, düzdür. İnsanın qanında zualların plazmanın, bax bunu demişdim sizə, 7-8%-ni zuallar təşkil edirsə, bu biokimyəvidir. Yəni bir analiz nəticəsində müəyyən olunubdur. Fındıq bitkisi erkən yazda çiçəkləyir. Bu fındıq bitkisinin erkən yazda çiçəkləməsi ekoloji kriteridir. Hemoglobində bir amin turşusunun digəri ilə əvəz olunması eritrositlərdə dəyişikliyə səbəb olur ki, yəni hər hansı bir xəstəliyə səbəb olur ki, bu da biokimyəvi kriterini misal göstərə bilərik. Çalışmalara sadəcə diqqət yetirirəm ki, bəzən çalışmalar içərisində də nəsə öyrənirik biz. Məsəl üçün, zubur və bizon eyni cinsə aid olan iki növdür. Onlar xarici görünüşünə görə bir-birinə oxşardır. Lakin onları qeyri-təbii şəraitdə birlikdə saxladıqda çarpazlaşıb döllü nəsil verirlər. Təbiətdə isə onlar nə edir? Normal təbiətdə onlar çarpazlaşmırlar. Bunun, məsəl üçün, çünki zubur Avropada, bizon isə Şimali Amerikada yaşayır. Bu coğrafi kriteridir. Artıq digərlərinə baxmayacağım. Bu coğrafi kriteridir.
Populyasiyanın quruluşu və müxtəlifliyi nədir? Ümumiyyətlə təbiətdə eyni növə mənsub olan hər hansı bir fərdlər tək halda deyil, fərdlər şəklində, qruplar şəklində yaşayırlar və hər bir qrupun da özünə məxsus sahəsi vardır ki, onlar müəyyən bir sahədə yaşayırlar, müəyyən bir ekoloji mühitdə yaşayaraq bir-biri ilə çarpazlaşır, döllün nəsil verirlər və bunlar nə adlanır? Populyasiya. Populyasiya nədir? Xalq deməkdir. Populus xalq, əhali, xalq deməkdir ki, növün bir-birindən tam və yaxud da qismən tədric olunmuş halda yaşayan fərdlər qrupudur. Yəni, bax, testlərə düşür. Populyasiyaları belə göstərirlər. Bax, bu sahələrdir. Bunun içərisində müxtəlif fərdlər vardır. Müxtəlif fərdlər. Amma eyni növündür. Eyni növdür. Məsəl üçün, qara qarağat bitkisini deyək, eyni növdür, amma 3 dənə populyasiya yaradıbdır. Bax, bu o deməkdir ki, növün bir-birindən tam və ya qismən tədric olunmuş halda yaşayan fərdlər qrupu populyasiya adlanır. Yəni, eyni növə mənsub olan fərdlər növün ayrı daxilində populyasiyalar şəklində yayılır. Ümumiyyətlə, bax, səbəb nədir ki, növlərin populyasiyalar şəklində yaşaması? Yadınızda qalsın, növlərin populyasiya şəklində yaşamasının əsas səbəbi xarici mühit şəraitinin müxtəlifliyidir. Yəni, ətraf mühitin şəraiti nə qədər müxtəlif olarsa, növlərdə olan növlər populyasiyalar şəklində yaşayacaqdır. Yəni, müxtəlif populyasiyalar yaradır. Populyasiyaların isə, ümumiyyətlə, populyasiyaların sayı, orada olan fərdlərin sayı, populyasiyanın miqdarı Arielin əlverişli həyat şəraiti olan hissəsində daha çox olur. Təbii ki, harda ki, mühit şəraiti əlverişlidir, xarici mühit şəraiti, qida boldur, hava şəraiti yaxşıdır. Orada populyasiyaların miqdarı, fərdlərin sayı daha çox olar. Populyasiyaların tutduğu ərazisi nədir? Deməli, populyasiyalar növün areali daxilində müəyyən ərazilər tutulur. Amma yadımızda saxlayaq ki, iri heyvanların populyasiyasının tutduğu ərazi kiçik olur. Üzr istəyirəm, səhv deyil. İri heyvanların populyasiyanın tutduğu ərazi kiçik heyvanlara nisbətən daha böyük olur. Adından da böyük. Biri var iri, məsəl üçün fil olsun, filin, dəvələrin populyasiyalarının tutduğu sahə daha böyük olur. Və populyasiyanın areali testlərə də düşür, daimi deyil. Yəni, bir populyasiyanın areali sahəsi daimi deyil. O sahə daimi dəyişə bilər və o sahənin də dəyişməsi həmin populyasiya daxilində olan fərdlərin ölçüsündən, onların hərəkətlilik dərəcəsindən asılı olaraq dəyişə bilər. Əgər, məsəl üçün, fil populyasiyasının sahəsi dəyişə bilər. Niyə? Çünki orada filin sayı artarsa, nəsil sayı artarsa, fillərin hərəkətlilik dərəcəsindən asılı olaraq populyasiyadan areali dəyişə bilər. Populyasiyada fərdlərin miqdarı. Ümumiyyətlə, hər bir növün populyasiyalarında fərdlərin sayı müxtəlif olsa da, lakin onlar nisbi sabit olur. Yəni, müəyyən hüduddan ya az ola bilər, ya çox ola bilər. Əsasən nisbi sabit göstərir. Və ümumiyyətlə, populyasiyada fərdlərin sayının dəyişə bilməsi nədən asılıdır? Bu, mühit şəraitindən, ətraf mühit şəraitindən, fərdlərin miqrasiya etməsindən, daha sonra həmçinin orqanizmin inkişaf xüsusiyyətlərindən və altından xətt çəkin kitabda bu hissədə verilib. Mühit şəraitindən asılıdır, fərdlərin miqrasiya etməsindən asılıdır, həmçinin orqanizmlərin inkişaf xüsusiyyətindən, orqanizmlərdə fərdlər arasında doğum və ölüm hallarından, bundan başqa əlavə də deyək ki, burada fəsil ritmlərindən də asılıdır. Bu hissədə kitabda verilib ki, ilin müxtəlif fəsillərindən asılı olaraq populyasiyada saylar dəyişə bilər. Və bayaq dedik ki, ölçüsü böyük olan fərdlərin sahəsi areali böyük olur. Və say necə, tərkibi necə olur? Yadınızda qalsın, bu da kitabımızda verilən bir cümlədir ki, ömrü uzun olan, az nəsil verən orqanizmlərdə, məsəl üçün fildə, dəvədə misal olaraq, onların populyasiyalarda fərdlərin miqdarı və sıxlığı stabil olur. Deməli, ömrü uzun olan və az nəsil olan. Biz bilirik ki, onlar 2 ildən bir, 3 ildən bir nəsil verir. Ona görə də onların fərdlərinin miqdarı və sıxlığı stabil olur. Lakin ömrü az olan, daha çox
nəsil verən, məsəl üçün yırtıcı məməliləri deyə bilərik, gəmiriciləri deyə bilərik ki, onlarda fərdlərin miqdarı və sıxlığı stabil olmur, dəyişkən olur. Bəli, bax bunu da nəzərə alaq. Populyasiyanın tərkibi nə deməkdir? Hər bir populyasiyanın tərkibində, yəni o fərdlər daxilində cinsinə və yaşına görə fərq təşkil edən fərqlər təşkil edir. Yadınızda qalsın, populyasiya daxilində cins tərkibi, yəni dişi və erkəklərdən ibarət olan cins tərkibi həmişə nisbəti birin birə nisbətində olur. Lakin fərd inkişafı müxtəlif mərhələlərdə dişi və erkək fərdin miqdarı dəyişə bilər. Bunu yadımızda saxlayaq. Bir də ən vacib olan populyasiyanın davamlılığını səbəb olan, daha yaxşı populyasiyanın inkişafına səbəb olan orada cinsi yetişkənliyə çatan fərdlərin sayının üstünlük təşkil etməsidir. Əgər orada cinsi yetişkənliyə çatan fərdlər üstünlük təşkil edirsə, bu zaman populyasiya daha davamlı olur və uzun ömürlü olur. Ən vacib olan uzun ömürlü olur. Yox, populyasiyada yaşlı fərdlər üstünlük təşkil edirsə, onda deyirik ki, nədir? Populyasiyanın davamlığı az olar, ömrü az olar, ən vacib olan. Hardakı cinsi yetişkənliyə aid olan canlılar üstünlük təşkil edirsə, orada populyasiyanın ömrü uzun olar. Populyasiyada genetik müxtəliflik var. Genetik müxtəliflik dedikdə nə başa düşür? Hər bir populyasiyanın özünə məxsus spesifik gen yığımları vardır ki, o da genetik fond adlanır. Bəli, genofond adlanır. Üzr istəyirəm, genofond adlanır. Hər bir populyasiyanın özünə məxsus spesifik gen yığımları genofondu adlanır. Populyasiya daxilində cinsi yolla çoxalan fərdlər arasında daimi genetik materialların mübadiləsi baş verir ki, bəzən buna baxmayaraq ayrı populyasiyalar arasında genetik mübadilə məhdud olur. Bax, bunu da yadımızda saxlayaq. Və bu mübadilələr bəzən də mutasiyalara səbəb olur ki, irsi dəyişkənlik mutasiya baş verir ki, beləliklə də populyasiya arasında, populyasiyalarda genetik müxtəliflik yarada bilir ki, bu da təkamül üçün irsi material verir. Deməli, populyasiyada hər bir populyasiyanın özünə məxsus spesifik gen yığımları olur. Bu genofondu adlanır və onlar arasında bəzən genlər arasında müxtəliflik yaranır, mutasiya baş verir ki, bu da təkamül üçün irsi material verir. Yadınızda qalsın, burada da qara hərflərdən yazılıb ki, populyasiya nədir? Növün elementar vahididir. Yadınızda qalsın, populyasiya növün elementar vahididir. Digər çalışmalara baxaq. Müəyyən növə aid olan fərdlər qrupu populyasiya hesab olunur. Nəyə görə müəyyən növə aid olan fərdlər qrupu populyasiya hesab olunur? Səbəb odur ki, bir neçə nəsil ərzində növün digər qruplarından tədric olunmuş şəraitdə yaşayırlar. Eyni növdür, lakin onlar populyasiyalara ayrılır və bir-birindən tədric halda digər sahələrdə yaşayaraq deyilir, populyasiya qrupları əmələ gətirir. Doğru cavab 1-ə B bəndi uyğun gəlir. Davam edirik üzvü aləmin təsnifatı və təkamül təliminin yaranması. Yadınızda qalsın 18-ci əsrdə biologiya elmində belə bir nəzəriyyə meydana çıxdı ki, kreasinizm nəzəriyyəsi idi ki, yəni canlıların ilahi qüvvə tərəfindən yaradılması və dəyişməz olmasıdır. Və bu ilahi qüvvə tərəfindən yaradılması üstünlüyü nəzəriyyəsi üstünlük təşkil elədi. Lakin sonralar bu nəzəriyyələr bir çox alimlər tərəfindən təksib edildi. İlk dəfə üzvü aləmin sisteminin ən əlverişli, lakin süni sistematikasını yaradan alim Karl Linné olmuşdur. Karl Linné özünün ilk dəfə təkamül təliminin süni sistematikasını yaratmışdı. Bayaq da dedik ki, bu süni sistematikanı necə yaratdı? Məsəl üçün, bitkilərdə diqqət yetirək, bitkilərdə erkəkciyin miqdarı, heyvanlarda qan davar və tənəffüs sistemində oxşar quruluşları müəyyən edərək onları bir qrupda birləşdirdi. Və deməli, Linné öz sistematikasını yaradaraq hansı kriteriydən əsasən istifadə etdi? Morfoloji kriteriydən istifadə etdi ki, bu da yanlış bir sistematika yaratdı. Karl Linné elmə 2 qat latın adlarını daxil etmişdir. Bundan əlavə olaraq Karl Linné yəni canlıların sistematikasında növü canlı təbiətin elementar vahidi kimi əsas götürmüşdür. Və Karl Linné 4 sistematik kateqoriyanın adını çəkmişdir ki, bunlar hansılardır? Birinci növ, növdən sonra cins, cinsdən sonra gəlir dəstə,
dəstədən sonra gəlir sinif. Bax, bunlar bizə testlərdə lazım olacaq. Deməli, növ, cins, dəstə, sinif. 4 sistematik kateqoriyadan istifadə etdi. Həmin bu 4 sistematik kateqoriyalardan ən kiçiyi nəyə hesab etdi? Növ. Yəni növlər deyirdik ki, özünə oxşar növlər cinslərdə, cinslər özünə oxşar cinslər dəstələrdə, dəstələr isə sinifdə birləşdi. Bəs bu sistematik kateqoriyadan dəstə yalnız məsəl üçün dəstə heyvanlarda işlənirdi. Düzdürmü dəstələr? Amma növdür, cinsdir, sinifdir həm bitkilər aləmində, həm də heyvanlar aləmində işlənilən sistematik qayda. Dedik ki, Karolini ikiqat latın adını elmə daxil etdi. İkiqat latın adı da bilirsiniz ki, Azərbaycan dilində adlandırma növ 2 adlı adlandırılır. Bizə testlərə də düşür. Əgər sizdən soruşarsa, aşağıdakı növləri göstərin, növü mütləq şəkildə 2 adı olmalıdır. Məsəl üçün sizə bir misal deyim, triton cinsdir. Amma daraqlı triton deyirsə, bu artıq növdür. Daraqlı triton. Və yaxud da Balkan proteyi. Balkan proteyi növdür. Amma protey desəydi, bu cinsdir. Məsəl üçün, ev iti, Canis familiaris adlanırdı, düzdürmü? Ev iti növ şəklindədir. Amma it nədir? Cinsi bildirir. Müxtəlif it cinsləri var. Amma biz ona ad qoyduqsa və 2 adla adlandırıldısa, artıq növ adlanır. Məsəl üçün, Qafqaz xaçılası. Qafqaz xaçlısı, məsəl üçün qurbağalara aiddir. Quru qurbağa, bunlar növdür. Amma qurbağa varsa bu cinsdir. Yəni, məsəl üçün, daraqlı triton var, salamandranı misal göstərə bilərik. Yəni, diqqətli olaq, 2 sözlə adlandırılırsa, növ hesab olunur. Liney özünün sonuna yaxın isə növlərin dəyişməsi qənaətinə gəlmişdir, amma əslində əvvəlki fikirlərində təbiətdə növlərin ilahi qüvvə tərəfindən yarandığını, dəyişməz olduğunu sübut etdi, lakin ömrünün axırına yaxın növlərin dəyişilməsi qənaətinə gəlmişdir. Digər alim təkamül təlimçilərindən biri Lamarck olmuşdur. Lamarck təkamül təlimini ilk dəfə 1809-cu ildə Zoologiyanın fəlsəfəsi əsərində növlərin dəyişməsi barədə fərziyyə irəli sürmüşdü. İlk dəfə yadınızda qalsın, bitki və heyvanların üzvü aləminin tarixi inkişafını yaradan alim məhz Lamarck olmuşdur. Yəni, canlıların inkişafını, sadədən mürəkkəbə doğru inkişafını yaradan alim Lamarck olmuşdur təkamül sözünü və təkamül sözünün mənası evoluta çevirmək deməkdir. Lakin Lamarck bu təkamülü yaradarkən qradiyasiya prinsipinə əsaslanmışdır. Qradiyasiya nə deməkdir? Tədricən yüksəlmə. Yəni, tarixi inkişafın ümumi istiqaməti kimi canlı orqanizmlərin quruluşunun tədricən mürəkkəbləşməsini əsas götürmüşdür və onun fikrincə qradiyasiyanın əsas hərəkət verici qüvvəsi orqanizmlərdə əvvəlcədən qoyulmuş tərəqqiyə doğru daxili bir meyldir. Yəni, necə ki bizdə hər hansı bir imtahana hazırlaşırıqsa, biz öncədən bizim əgər daxili meylimiz varsa, motivasiyamız varsa, biz ona uğurlu nəticə əldə edərik. Və bu da Lamarck da belə fikirləşirdi ki, məsəl üçün, hər hansı bir onun hərəkət verici qüvvəsi daxildə qoyulmuş tərəqqi varsa, həmən o tərəqqi nəticəsində, daxili meyl nəticəsində inkişaf edəcək və qradiyasiya prinsipini elmə daxil etmişdir. Yadınızda qalsın, ilk dəfə olaraq məhz canlıların qohumluğunu və mənşəyini təkamüldə əsas götürən alim, elmi sistematikanı yaradan alim Lamarck olmuşdur. Bəzən bunu şagirdlər səhv salır ki, Darwin deyir, lakin elə kitabımızda da verilib ki, məsəl üçün, Lamarck lineya sistematikasını təkmilləşdirərək bir deyir, çoxlu əlaməti əsas götürdü. Ən başlıcası isə orqanizm qohumluğunu və mənşəyi əsasını götürərək elmi sistematikanı yaratdı. Bu hissəyə diqqət yedirək, yəni bizdən soruşula bilər. İlk dəfə Lamarck həyata keçirmişdi. Və Lamarck özünün canlıları bu cür qruplaşdıraraq canlıları 6 pillədə 14 sinifdə yerləşdirilmişdir. Testlərə ən çox düşən və hər biri əzbər 6 pillədə və 14 sinifdə yerləşdirilməmişdir. Məhz bunlardan hansı xordallar tipinin hansı sinifin yerləşdirilməmişdir? Bunu yadımızda saxlayaq. Suda, qurda yaşayanları və yaxud da amfibilər sinifini yerləşdirməmişdir. Birinci pillədə, bax bu pillələri göstərir Rum rəqəmi ilə.
Birinci pillədə infizorlar, poliplər. İkinci pillədə şüalar, qurtlar. Üçüncü pillədə həşəratlar, hörümçək kimilər. Dördüncü pillədə xərçəng kimilər, həlqəvilər, bığayaqlar, molluskalar. Beşinci pillədə balıqlar, sörrələr. Altıncı pillədə isə quşlar və məməllərdir. Yəni insan hansı pillədə yerləşir? Altıncı pillədə. Bax, bunun hər birini əzbər bilməliyik. Bəzən sual olur ki, məsələn, Lamarck heç bir pillədə yerləşdirilmədiyi, heç bir sinifdə yerləşdirilmədiyi canlı hansıdır? Yenə deyirəm, qurbağanı deyə bilərik, suda, qurda yaşayanları. Və heyvanların əksəriyyətinin təşkil etdiyi canlılar hansı pillədədir? Təbii ki, üçüncü pilləni götürərək, məsəl üçün həşəratlar sinifini misal göstərə bilərik. Soruşula bilər ki, xordallar tipi neçə pillədə yerləşdirilib? Xordallar tipi 2 pillədə, 5-ci və 6-cı pillədə öz eksini tapmışdır. Balıqlar, sürünənlər, quşlar və məməllər. Buğmayaqlar tipi neçə pillədə öz eksini tapır? Deyərək yenə 2 pillədə. Məsəl üçün, 3-cü pillədə həşəratlar, hörümçək kimilər, 4-cü pillədə isə xərçəng kimilər öz əksini tapmışdır. Bu cür yüzlərlə suallar yaratmaq olar, əgər biz bu pillələri əzbər bilsək. Yenə təkrar, infizorlar, poliplər, şüalar, qurtlar, həşəratlar, hörümçəklər, digərlərini dözünüz. Yəni bunları əzbər bilmək vacibdir. Hansı pillədə hansı siniflər yerləşir? Sizdən soruşula bilər. Məsəl üçün, ikinci pillədə hansı canlılar yerləşir? Qurtlar və şüalar. Qurtları bilirsiniz də, yassı qurtlar tipi ola bilər, qaracər sorusunu, öküz soliterini, sap qurtları deyə bilər. Amma həlqəvi qurtlar tipi harda yerləşir? 8-ci sinifdə, 8-də yerləşir, 8-ci hissədə və 4-cü pillədə. Lamarck bundan başqa dedik ki, təkamül barədə bir-iki fikir sürmüşdü. Kitabda olan fikirləri deyəcəm. Birinci fikir məşq etmədir ki, yəni orqanizmin özünün həyat şəraitinə uyğunlaşdırmaq üçün daimi məşq edir. Məşq edən orqanlar daha yaxşı inkişaf edir. Məşq etməyən orqanlar isə sıradan çıxır. Həmin bu məşq edilən qazanılmış əlamətlər isə məşq edilmiş əlamətlər, qazanılmış əlamətlər faydalı olur və irsən nəsilə keçir. Lakin yadınızda qalsın, bunu da zürafənin boyu misal göstərilmişdir ki, yəni zürafənin boyunları əvvəlcə qısa olmuş, lakin zürafə bitki məşəli qida ilə qidalanır. Yəni ağacdakı yarpaqları qopartmaq üçün daimi özünü məşq etdirmiş, boynu uzanmışdır. Bu Lamarck'ın nöqteyi nəzərdəndir. Əslində Darwin belə demirdi. Yəni müxtəlif mühit şəraitinin təsiri nəticəsində Lamarck'ın zürafənin boynunun uzanmasını demişdir. Lakin Lamarck belə demirdi. O deyirdi ki, özünə vacib olan, yəni yarpaqları qoparmaq üçün daimi o boyununu məşq etmiş və bunun nəticəsində boyun uzanmışdır. Lakin yadınızda qalsın, Lamarck'ın bu təkamül haqqında fikirləri müasir təlimçilər tərəfindən qəbul edilməmişdir. Hətta bəzi alimlərin tənqidinə məruz qalmışdır. Və bu testlərə də düşür ki, Weismann deyilən bir alim vardır ki, məhz bu qazanılmış bütün əlamətlərin irsən nəslə keçirməsi ideyasının səhv olduğunu sübut edən alimlərdən biri də Weismann alimi idi ki, Weismann nə elədi? Siçanların öncə götürdü, onların quyruqlarını kəsdi. Bunu bir neçə dəfə həyata keçirdi. Bir neçə nəsil alır və görür ki, quyruğu kəsilmişin balaları quyruqlu dünyaya gəlir. Bu da ondan sonra belə başa düşülür ki, deyir ki, yəni bu sonradan qazanan əlamətin heç də irsən nəslə keçmədiyini sübut etmişdir. Yəni Lamarck'ın fikirlərini təksib edən alimlərdən biri də Weismann olmuşdur. Cümlələrdəki səhv fikirlərə baxaq. Deyir ki, Lamarck zoologiyanın fəlsəfəsi əsərində heyvanların quruluşunu sadələşməsinə görə 14 sinifdə 6 pillədə yerləşdirilmişdir. Xeyr, sadələşməsinə görə yox, mürəkkəbləşməsinə görə sadədən mürəkkəbə doğulur. Lamarck hesab edirdi ki, qradiasiyanın əsas hərəkət verici qüvvəsi, burada yazıb ətraf mühitin orqanizmlərə təsiri. Xeyr, ətraf mühitin orqanizmlərə təsiri fikrini Darwin deyib. Lamarck deyirdi ki, biz düzəltməliyik ki, hərəkət verici qüvvəsi daxili meyldir. Lamarck'a görə məşq etmə nəticəsində qazanılan faydalı əlamətlər irsən nəslə keçmir. Bu yanlış fikirdir. Əslində Lamarck'a görə deyirdi ki, qazanılmış faydalı əlamətlər irsən nəslə keçir.
Liney təkamül təlimdə ilk dəfə olaraq növlərin dəyişilməsi barədə ideya irəli sürmüşdü. Liney yox, ilk dəfə növlərin dəyişilməsi haqqında fikri irəli sürən Lamark olmuşdur. Bunu yadımızda saxlayaq. Lamarkın təlimi müasirləri tərəfindən müvəqqətlə qəbul edilmişdir. Xeyr, əksinə qəbul edilməmişdir, təkzib edilmişdir. Aha, baxaq. Lamarka görə orqanizmlər özünü xarici mühit şəraitinə uyğunlaşdırmaq üçün daima məşq edir. Məşq etmə nəticəsində qazanılmış əlamətlər faydalıdır və irsən nəslə keçir. Məşq edən orqanlarda daha da yaxşı inkişaf edir, irsən nəslə keçir. Məşq etməyən orqanlar isə çıxdaş edilib aradan götürülürdü. Bu Lamarkın fikirləridir. Verilmişdir məlumatlardan istifadə edərək Lamarka görə təkamül proseslərinin ardıcıl mexanizmini müəyyənləşdirir. Ümumiyyətlə təkamül yaranmasına səbəb birinci mühit şəraitinin dəyişilməsidir. Mütləq şəkildə mühit şəraiti dəyişməlidir. Mühit şəraiti dəyişdikdən sonra burada olan canlıların, məsəl üçün burada Y variantını verib ki, heyvanların birdə nəyə götürərək mühit şəraitinin dəyişməsi, daha sonra heyvanların tələbatının və yaxud da bitki orqanizm olsun, fərqi yoxdur, tələbatın dəyişməsidir. Bu tələbat dəyişirsə, başlayır həmən o mühitə uyğun, həmən canlıda yeni vərdişlər meydana gəlməyi. 3-də olar və yeni vərdişlər. Və yeni vərdişlər əmələ gəlirsə, bu hissənin yuxarı qalxan hissəni desək Lamarka görə 4-də hansı uyğun gəlir? Bəli, vərdişlər nəticəsində başlayırlar orqanlarını güclü məşq etdirməyə. H gələr, 4-ün yerinə H olar, orqanlarını məşq etdirər. 6-ya baxaq, hansı uyğun gəlir? 6-da orqanların məşq etdirilməsi nəticəsində güclü inkişafı, F. Sonda isə qazanılmış əlamətin, bayaq da dedik ki, yaxşı inkişaf etmiş orqanlar qazanılmış əlamətlərin irsən nəslə keçirməsi. Sonda isə bax, bu birinci ardıcıllıq, yəni 1, 2, 3, 4, 6, 8. Bunları indi özünüzdə kitabınızda qeyd edirsiniz. Bəs 5 və 7-yə uyğun gələn nə ola bilər? 5 və 7-yə diqqət yetirsək, 3-də nəyi demişdik? Sonuncu olaraq yeni vərdişlərin meydana gəlməsi, orqanların məşq etdirilməməsi, A variantı uyğun gələr 5-ə. Sonda isə nəyimiz qaldı? O məşq etdirilməməsi nəticəsində orqanların zəifləməsi və itməsi, yəni aradan çıxması. Əgər orqanları yaxşı məşq etdiririksə, onlar güclü məşq etdirilməsi nəticəsində orqanların güclü inkişafı yuxarıya uyğun gəlir. Aşağıda isə 5 və 7-yə orqanların məşq etdirilməsi 5-ə A, 5-ə A özünüz kitabınızda qeyd edirsiniz və bunun sonuncu isə 7-də isə orqanların zəifləməsi və aradan çıxması. Yəni bu çalışmalara diqqət yetirsəniz yaxşı olar ki, daha yaxşı dərsi mənimsəyək. Darwin təkamül təlimi. Bilirik ki, təkamül təliminin ən əsas elmi sübutlarla əsaslandıran alimlərdən biri də 19-cu əsrdə Darwin olmuşdur. Və Darwin təliminin yaranmasına təkamül təliminin məhz ona görə yaradıcısı Darwin hesab olunur. Darwin bir çox tədqiqatlar aparılmışdır. Bunlardan biri də Beagle gəmisi ilə 1831-1836-cı illərdə 5 il dünya səyahətinə çıxmış və bu zaman harada olmuşdur? Atlantik okean adalarında, Cənubi Amerikada, Galapagos adalarında, Yeni Zelandiyada, Avstraliyada, Cənubi Afrikada olmuşdur. Yəni mütləq şəkildə adlarınızı bilmək ehtiyac yoxdur. Və Darwinin tədqiqatları əsasında da bax, Thomas Malthus'un deyir ki, insan populyasiyaları barədə irəli sürdüyü ideya durur. Yəni insanların sayı adi halda hər 25 ildən bir həndəsi silsilə ilə artır. Lakin müxtəlif amillərin təsiri altında əhali artımının qarşısı alınır. Və hal-hazırda da yəqin ki, siz də bilirsiniz ki, müasir dövrdə də insan əhalisinin bir çox xəstəliklərin yaradılmasının, yayılmasının səbəbi nədir? Yer üzərində sürətlə yayılan insan əhalisinin qarşısını almaqdır. Səbəb budur. Və bu görürsünüzmü, neçə il bundan əvvəl bu fikir Thomas Malthus tərəfindən irəli sürülmüşdü. Darwin təkamül nəzəriyyəsini 1859-cu ildə Növlərin mənşəyi əsərində yazmış və bu təkamül təliminin əsas müddələri hansılardır?
Birinci müddəsi odur ki, istənilən bir növün fərdi çoxlu sayda nəsil əmələ gətirir və intensiv çoxalır. Yəni intensiv çoxalma zamanı çoxlu fərdlər əmələ gətirir. Və bu fərdlər artıq əmələ gəldikdə fərdlərin nəyə ehtiyacı olacaq? Qidaya ehtiyacı olacaq. Düzdürmü? İntensiv çoxalma şəraiti nəticəsində onların qidaya ehtiyacı olacaq və bu zaman qidaya ehtiyacı zamanı onlar arasında rəqabət yaranır, yırtıcılıq kimi münasibətlər meydana çıxır ki, bu da yaşamaq uğrunda mübarizəyə gətirib çıxarır. Hal-hazırda insanlar arasında da özünüz də onu bilirsiniz ki, yəni bu dəqiqə insanlar məsələn, MİQ imtahanı olsun. Onun uğrunda nə edirik? Mübarizə aparırıq. Daha güclü olanlar, daha yaxşı dözümlü olanlar, güclü olanlar uğur əldə edirlər. Nisbətən zəif olanlar, iradəsi zəif olanlar nə edir? Uğur əldə edə bilmir. Bu da belədir. Yəni intensiv çoxalma nəticəsində çoxlu fərd sayı artır. Hansı fərd ki, ətraf mühit şəraitinə dözümlü olur, rəqabətə güclü olur. O nə edir? Yaşamaq uğrunda mübarizəyə nəticəsində həyatını davam etdirir. Və yaşamaq uğrunda mübarizə nəticəsində də mühitə uyğunlaşa bilməyən fərdlər nə edir? Cinsi yetişkənlik dövrünə çatmır, məhv olurlar. Lakin mühitə uyğunlaşanlar isə salamat qalır, həyatını davam etdirir. Bu nəyin nəticəsində olur? Təbii seçmə. Bax, təbii seçmə o deməkdir ki, burada bir seçmə prosesi həyata keçirdi. Yenə deyirəm ki, insanlar arasında da var bu. Hələ də təbii seçmə həyat yarandığı andan arxey dövründən bugünə qədər davam edən seçmə, təbii seçmə davam edir. Təbii ki, mühitə uyğunlaşanlar salamat qalır, mühitə uyğunlaşmayanları çıxdaş edir. Bu təbii seçmə nəticəsindədir. Və biz də bilirik ki, insanlar tərəfindən yaranan suni seçmədir ki, insan yarandığı dövrdən, antropogen dövründən baş vermişdir və insan da suni seçməni həyata keçirəndə məqsədli həyata keçirir. Yəni məqsədi hər hansı heyvan sortunun yaranması, bitki cinsini, üzr istəyirəm, bitki sortunun yaranması, heyvan cinsini yaratmaqdır. Düzdürmü? Məqsədi var ki, o suni seçməni həyata keçirir. Təbii seçmə də belədir. Təbiətdə məqsədli şəkildə həyata keçirir. Yəni yaşamaq uğrunda mübarizənin nəticəsi təbii seçmə adlanır. Təbii seçmə nəticəsində də sonrakı illər nəsillər arasında bir-biri ilə fərqlər yaranır, irsi dəyişkənliklərə səbəb olur. Ümumiyyətlə fərdlər arasında nəsildən nəslə keçən bilirik ki, irsi dəyişkənlik əmələ gətirir. İrsi dəyişkənliklər isə fərdin həyatda yaşamaq şansını artıra da bilər, azalda da bilər. Düzdürmü? O mutasiyalarla əlaqəli olaraq sayını artıra da bilər, azalda da bilər. Bəli, belə müasir dövrdə də təkamül barədə müzakirələr hələ də davam edir. Lakin Darwinin o vaxtlar irəli sürdüyü fikirlər indiki dövrdə də araşdırılır. Lakin hərə bir cür o fikrin, yəni münasibət bildirirlər ki, fərqli fikirlər söylənir. Lakin buna baxmayaraq təkamül təliminin yaradıcısı Darwin götürülür. Elmi şəkildə sübut edən. Bura baxaq, Linneyin və Lamarckın fikirləri, Darwinin fikirləri. Növlər dəyişməzdir, daimidir, təkamül yoxdur. Karl Linneyin fikridir. Növlərin çoxşəkilliyi müxtəlif şəraitdə baş verən təkamülün nəticəsidir. Bax, növlərin çoxşəkilliyi sözü varsa, baş verən təkamül nəticəsidirsə, Darwinin fikridir. Təbii seçmə təkamülün hərəkət verici qüvvəsidir. Bax, bu da bir cümlədir, tis cümləsidir. Təbii seçmə, bəli, təkamülün hərəkət verici qüvvəsidir. Darwinin fikridir. Təkamülün təbiətdə əsas hərəkət verici qüvvəsi orqanizmi tərəqqiyə doğru olan meylidir. Tərəqqiyə doğru meyl hardaydı? Lamarck halində 4 bura yazarıq. İlk dəfə orqanizmlərin elmi sistematikasını yaratmışdı. İlk dəfə orqanizmlərin elmi sistematikasını deyəndə, bax bu fikirdə birəcəm tərəddüd var. Linneyi götürürük. Çünki niyə? O sistematik kateqoriya. Növ, cins, dəstə, növ, cins, dəstə, sinif. Bax, bu sistematik kateqoriya deyirik ki, ilk dəfə Linneyi yaratmışdı. Heyvanların sistematikasını sadədən mürəkkəbə doğru təkamül qaydası ilə düzmüşdü Lamarck. 6 pillə 14 sinifdə. İlk dəfə üzvü aləmin təkamülü barədə elmi nəzəriyyə yaratmışdır. Bu elmi nəzəriyyə yaradan, məhz bunu da Lamarck götürür ki, zoologiyanın fəlsəfəsi əsərində elmi nəzəriyyəsində nə elədi? Orqanizmlərin qohumluğunu, onların mənşəyini əsas götürdü. Davam edirik. Burada nə yazdım? Lineyə aid olan fikirlər 4 təkamül. 4 buradır. Bura niyə 4 yazmışam bilmirəm. 1-dir. Bir də ilk dəfə elmi sistematikasını yaratdı. 5-dir. Daha sonra 2 qat latın adlarını elmə daxil etdi. Lineydir. 8-i bura yazarıq. 1, 5, 8 Lineyə aiddir. 4, 6
Lamarka aiddir. Bir də ilk dəfə üzü elmi nəzəriyyə yaratmışdır. Burada qalmışdı fikrim. Lamarka aiddir. 4, 6, 7 Lamarkdır. 3, 2 isə Darwini götürmüş olaraq. Darwin nəzəriyyəsinin əsas ideyası təbii seçməkdir. Bəli, təkamül prosesinin vahidi nədir? Populyasiyadır. Təkamülün hərəkət verici qüvvəsi təbii seçmədir, lakin təkamül prosesinin vahidi populyasiyadır. Təkamül ideyasını irəli sürən alim ilk dəfə kim olmuşdu? Lamark. Bunu diqqətinizdə saxlayaq. Təkamül nəticəsi orqanizmin mühitə uyğunlaşmasıdır. Yəni təkamülün nəticəsi nədir? Təkamülün nəticəsi odur ki, orqanizmlərin fərdləri mühitə uyğunlaşmasıdır. İrsi dəyişkənlik deyil, mühitə uyğunlaşmadır. Bu şəkillərdən hansı Darwinin, hansı Lamarkındır? Yadınızda qalsın bu şəkildən də bu A ilə göstərilən məhz boynun az-az yavaş-yavaş uzadan şəkil göstərilib. Bu Lamarkındır. Digəri isə burada bir-biri mühitə daha yaxşı uyğunlaşanlar salamat qalır. Digərləri çıxdaş edilir təbii seçmə nəticəsində. Bu isə Darwinin fikridir.